Hamınıza salam uşaqlar. Bugün kəsirlərin kəsrə və kəsirlərin ədədi vurulmasını sizə öyrədəcəyəm. Birinci isə başa salım, sonra məsələni deyərəm. Kəsirləri kəsrə vurduqda birinci ixtisarlar olur, çapraz ixtisarlar olur. Sonra da ixtisarlardan sonra məxrəzlər məxrəzə, surətlər surətə vurulur. Məsələn, 7-də 5 vur 10-da 7. Bunlar ixtisar gedir. 7 7-yə, 10 5-ə. 7 bir dəfə, burada da bir dəfə. 15-ə getdikdə 2 dəfə, 5 də 5-ə getdikdə 1 dəfə. Baxın, 2-də 1. İndi ixtisarsız etdikdə 7-də 3 vur 10-da 4 bərabərdir. 7-ni 10-a vurduqda 70, 3-ü 4-ə vurduqda 12. Bu ixtisar gedir. Və 6-ya, 5-ə, 4-ə gedirmi? Baxaq. 70-i 4-ə bölək. 1 dəfə 4, 3. 3, yanına 0 gəldikdə 30 alınmır, qalı qalınır. Qalı qalınır, yenə 4-ə olmaz. Onda biz bunu 2-yə bölürük. Bərabərdir 45-də 6. İndi bunlar 45-də 6. 45-də 6-nı da 3-ə böldükdə 35-də 6. 35-də 6 da indi 35-də 6. 35-də 6 da belə qalır. Belə qalır. İndi kəsri ədədə vurduqda necə olur? Onu sizə öyrədəcəm. Kəsri məsələn 8-də 3. 8-də 3 vur 8-də 3 vur 7 bərabərdir. Burada məxrəc olduğu kimi qalır. Surət ədədə vurulur və surəti yazılır 21. Bunlar heç bir şeyə ixtisar olunmur. 2-yə, 3-ə, 4-ə, 5-ə, 6-ya və s. olunmur. Ona görə biz bunu qarşı qədərə çeviririk. Qarşı qədərə çevirmək də 21-i 8-ə bölürük. 21 bölü 8. 21-i 8-ə böldükdə 20-nin içində 8 2 dəfə alınır. 16. 16. 21-dən 16 çıxdıqda da 5 alınır. Qalıqda da 5.